Deməli, dostlar, bizim deməli millət vəkillərinin maaşları nə qədərdir? Bizim millət vəkillərinin əksəriyyəti təqaüdçüdür. Təqaüdçü olduqları üçün indiki aldıqları maaşın 80%-ni alırlar. Yəni pensiyası olduqları üçün indiki aldıqları maaşın 80%-ni alırlar. Bu bir. Əksəriyyəti də, yəni orada çox az bir 10% ad var ki, cavanlar, pensiya yaşından azdılar. Deməli, onun 80%-ni alırlar. Bir də maaşların 100%-ni alırlar. İndi görün nə qədərdir. Yəni bir 6.000-10.000 manat arası. Aslında Yəni hardasa 20 mindən çox çıxır bunların maaşı. Maaşla hesablamaq yanlışdır. Niyə? Yox, yanlış deyil. Araz bəy, üzr istəyirəm. Sizin baxışınız ola bilər başqa olsun da deyərsiniz. Mənim baxışım budur və yeganə xanım da bunu demək istəyir. Bir ölkədəki bir təqaüdçünün ildə təqaüdünü 10 manat artırırlar və bu qədər inflyasiya ilə, bu qədər bahalaşma ilə 10% artırırlar. Millət vəkillərinin də faizini artırırlar. Millət vəkilləri də elədir. Amma onları 10%-ni artırırlar. Yəni 10 manat artırırlar. Və onu artırırlar, Araz bəy, onu artırırlar ki, büdcə nə qədərdir? Yəni bazar zəmbili nə qədərdir? Onun kəndçiliki hesabıyla və deyirlər, kəndçi bu qədərsə, bizimki ondan nə qədər artıq olmalı və hesabı o qədər hafıza 15, 16, 18, 20. Bu başqa. Bundan başqa da bunların rütbət mənbələri var, gücət mənbələri var, gəri mənbələri var. Adamın birini işə düzəltməyə en qədər pul alırlar. En qədər pul alırlar. Bəli. İndi pezeşkanın maaşı nə qədər dostlar? Yaza bilərsin, yaza bilmədiniz deyəsən burada. Pezeşkanın maaşı $1000'dır. İran prezidentinin maaşı $1000 dostlar. Və bu inflyasiya necə cəmaata təsir edirsə o deyir, mənə də təsir edir. Və pezeşkan dünənləri, indi bilmirəm, Araz bəy onu sevir-sevmir. Mənim üçün fərqi yoxdur, sevgi deyə hər nədir, amma olanı mən deyirəm. Pezeşkan dünənlər xalqa müraciət elədi, dedi ki, mən olanlara görə xalqdan üzr istəyirəm. Demək odur ki, yəni o cinayətlər ki, törədir, 50.000-ə yaxın insanlar qətlə yetiriblər. Onların heç birində pezeşkan bu, deməli bu Xamneyinin nədir o, sepahının qabağında dura bilməyib. Yəni o özü də orada əzilən bir şəxs, əzilən bir kəsdir. Yəni mən belə düşünürəm. Amma qalanın indi Araz bəy öz desə ki, mən belə deyim də, bax birinci siz aslında onu demək istəyirəm, əlavə elədiniz. O deputatların aldıqları maaşdan 100 qat artığını birilərini işə düzəltməklə, birinin problemini dövlətdə, hakimiyyətdə həll etməklə bir çox rüşvətlər alırlar. Maaşlarının 1000 qatını. O başqa məsələ. Və ki, misal deyirəm siz, Avropa ölkəsi deyir ki, bir deputat əgər devlətin kartından bir dənə şokolad alırsa, onu məhkəməyə verirlər. Yəni, bu Norvejdə də olmuşdu, bilmirəm, eşitmişsiniz yox. Yəni, nəyi demək istəyirəm? İndi pezeşkana gələndə, bəy, İranda bir dənə sipahinin əvvələn $1000, İranda 150 milyon edir. İranda əsgəri ücret 15 milyon, 20 milyondur. O $1000 İranda eləyir 160-170 milyon ardada. Onu da deyim biləsiniz. Və ikincidə o prezident məqamının və yəni ki, bir dənə devlət işçisinin sipahı olsun, polis olsun, hətta bank işçilərində də bu var. Bunlara bir çox devlət verir, imkan verir. Çox az səviyyədə, düşük bir şeydə faizlə kredit verir, bunlara devlət evləri verir, bunlara, misal deyirəm, sənin əgər sipahda bir adamın varsa, özünün gəlməyinə ehtiyac yoxdur. Onun bir dənə telefonu ilə sən bir çox xaricdən əşya varid eləyə bilirsən və ona devlətdən ucuz qiymətə, məsələn, 160 mindirsə, 40 mindən sənə dolar verirlər devlət qiymətinə. Və nəinki $1000, $2000, birdən $1 milyon. Yəni, bunlardan bu şəkildə faydalanırlar. Misal, prezident elə bilirsiniz, elə tək 150 milyondur mu? Yox, 150 milyonun arxasında da 150 min dənə 150 milyonlar vardı ki, devlət ona şərait yaradır. Onlardan faydalanır və bugünlər əgər görürsünüzsə, İranda hakimiyyətdə olanların hamısının uşaqları Amerikada, Kanadada, Avropada lakseri bir həyat yaşayırlarsa, villalar, planlara sahibdirlərsə, aslında həm devlətin onlara yaratdığı şəraitlərdir. Maaş göstəriləndə, $1000 göstərilir. Amma $1000'ın arxasında yüzlərlə $1000 var.
Araz bəy, bir epizodu mən deyim. Vaxtımız çox qısadır. Sonra Ayaz bəy az danışdı. Bu gün Ayaz bəyə söz verək. Deməli, yazıza gəlirsə ilk dəfə İlham Əliyevin 9 nəvəsi olması məsələsi Trumpla Amerikada bir neçə gün əvvəl görüşlərində dilə gətirib. Mənim 9 nəvəm var. Ondan əvvəl də məncə Erdoğan'a demişdi, amma çox ciddi alınmamışdı o məsələ. Çünki deyirlər elə belə deyir də. Amma orada medalyon verirdi. Belə qızıl suya salınmış bir şey var idi. O elə bilirdi ki, İlham Əliyev elə bildi ki, onun qiyməti çox bahadır. Amerikadan verilən şeydə prezidentin verdiği şey olmayacak şey. Mesela elə qızıl suyuna çəkilmiş olmayacak ki, onun dəyəri bir yəqin qızıldan bahadır. Ona görə bunları Trump əlinə alıb verir. Və onu da xatırladım dəyərli dostlar. Trump'ın öz həyat şəraiti biznesmen olduğu üçün çox bahalı həyat şəraiti var və bu yaxınlarda bizim Ələkbər Raufoğlu, ya Rauf Ələkbəroğlu, o Amerikada yaşayan jurnalist qardaşımız o demişdi ki, bizi dəvət eləmişdi. Orada Ağ evə akreditasiya olunan jurnalistləri. Orada getdik, gördük ki, onun evində heç vaxt belə baş verməmiş prezident kimisə dəvət eləsin oraya öz evinə. Amerika prezidentinin həyatında bu olmamışdı. İlk dəfə olaraq öz evinə dəvət eləmişdi. Xərci də özü çəkmişdi. Həmişə gedəndə deyir, biz yeməyi zaten özümüz arıq və gedəndə, o gedəndə, bura gedəndə, qonaq gedəndə yeməyi özümüz arıq, pulunu ödəyirik. Amma orada gördük hər şey çox bahalı sevgisi, bahalı hər şey. Və üstəlik qaşıq, çəngəl, qablar, zadlar, bunlar hamısı qızıldan idi. Təsəvvür edirsiniz? Çəngəl, qaşıq, pısaq, bunlar hamısı qızıldandı. Yəni o həyat yaxşı, o adam çox zəngin adamdır. Ona görə dünyada bu satları almaq istədiyi ancaq puldur. Pul almaq istəyir ki, Amerikalılar daha zəngin yaşasınlar. Sözüm onda ki, yəni bu deməli 9 nəvə üçün medalyonlar. Dedi, mənim 9 nəvəm var. O medalların birinin qiyməti nə idi dostlar? Birinin qiyməti $10. Amerikada əgər prezident $100 ya 60 ya $100, dəqiq o rəqəm bilmirəm hansı ölkədə 100, hansı ölkədə 60, ya 60 ya $100'dır. Əgər $100 ya $60'dan artıq bir hədiyyə alırsa, o artıq dövlətə qalmalıdır. 60 ya $100'ın altında aldığı özü evinə götürə bilər onu. Vəzifədən gedəndən sonra və yaxud da ki, həmən götürə bilər o hədiyyəni. Baxın, görün nə qədər bu ölkələrdə bu məsələ çox ciddi riayət olunur bu məsələ. Bizim ölkədə isə elə qapa-qapdır. Deyir, onu qoyar, onu qapazla, bunu qapazla yanlarına. Burada millət vəkili gəlir özünə utanmaz 10 min, 20 min maaş yazırlar və insanlar acından ölürlər. Bu dəhşətdir. Onsuz da siz sağdan soldan hər yerdən qazanırsınız. Bunun nə mənası var? Və bir çox deputatlar da bu şəkildə əl alırlar. Dediyim kimi 80-90% bizim parlamentin pensionerlər, təqaüdçüdürlər. Həm maaşlarını alır, həm də maaşın 80%'ını alır.